artıq əskərlərimiz ailələrinə bir zəng qədər yaxın olacaq. Azərsel Telekom Məhdud Məsuliyyətli Cəmiyyəti 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda xüsusi əskərsel təklifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əskərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək. Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əskərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət onlara müəyyən olunmuş saatlarda yaxınları və təcili çağırış nömrələri ilə əlaqə saxlamaq imkanı yaradır. Əskərsel təklifi 1 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. Azərsel Telekom MMC 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrini təbrik edir, vətənimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin keşiyində şərəflə xidmət edən bütün hərbçilərimizə dərin ehtiramını və minnətdarlığını bildirir.